Danışmışdıq təyindən, danışmışdıq tamamlıqdan, danışmışdıq. İndi də danışırıq zərflikdən. Zərflik ikinci dərəcəli cümlə üzvlərindən biridir. Cümlənin mənasını aydınlaşdırır və daha da genişləndirir də məlumatı. Zərflik əsasən feili xəbərə aid olur. Yəni daha çox xəbərlə bağlıdır. Hərəkəti izah eləyir. Necə zərf deyirik, hərəkəti izah eləyir. Zərflikdə həmçinin hərəkətə aid olur, onu müxtəlif cəhətdən izah eləyir. Zərfliyin məna növləri var. Zərflikdə nələr var? Tərz hərəkət zərfliyi var. Zaman zərfliyi var. Yer zərfliyi var. Kəmiyyət var, səbəb var və məqsəd. Kəmiyyət zərfliyinə bəzi kitablarda miqdar da görə bilərsiniz. Bu sizi çaşdırmasın. Deməli, tərz hərəkət zərfliyi nəyə deyilir? Tərz hərəkət zərfliyi hərəkətin tərzini bildirir. Yəni, məsələn, deyirəm ki, səbirlə izah etdi. Necə izah etdi? Səbirlə. Və yaxud da deyirəm ki, ciddi hazırlaşdı. Necə hazırlaşdı? Necə, nə cür suallarından birinə cavab verir. Məsələn, igidcəsinə vuruşdu, qəhrəmancasına döyüşdü. Necə döyüşdü? İgidcəsinə, qəhrəmancasına. Bunlar tərz hərəkət zərfidir. Sonra keçirəm zaman zərfinə. Hərəkətin baş verdiyi zamanı bildirir. Nə zaman, haçan, nə vaxt suallarından birinə cavab verir zaman zərfliyi. Məsələn, deyirəm ki, sabah bizə gələrsən. Nə zaman? Dünən tutalım, biz onunla görüşdük. Haçan, nə vaxt? Sabah saat 5-də görüşərik. Nə zaman? Saat 5-də. Bunlar zaman zərfləridir. Amma həmişə də zamanla ifadə olunmur. Məsələn, deyirəm ki, yeri yenicə söküləndə o bizə gələrdi. Nə zaman bizə gələrdi? Dan yeri yenicə söküləndə. Bəzən feili bağlama tərkibi ilə də ifadə oluna bilər. Bu sizi çaşdırmasın. Məsələn, deyirəm, anam məktəbdən gələndə mənə də hədiyyə aldı. Anam nə zaman mənə hədiyyə aldı? Məktəbdən gələndə. Aydın oldu. Yəni elə zaman zərfliyi gördünüz. Hə, dünən, sabah, bugün, axşam, nə bilim, gecə, gündüz bunları görməyin. Zaman mənalı sözlər də ola bilər. Bir zərfliyi hərəkətin baş verdiyi yeri bildirir. Hara, haraya, harada, haradan bu tipli suallardan birinə cavab verir. Yəqin ki, bilirsiniz ki, haranı sualı yer zərfliyinin sualı deyil. Haranın sualı, çünki tamamlığın sualıdır bu. Təsiriyel cümlədə yalnız tamamlıq olur. Bunu xatırladıq. Məsələn, deyirəm ki, mən bağda işləyirəm. Harda işləyirəm? Bağda. Sabah məktəbə gedəcəm. Haraya gedəcəm? Məktəbə. Bunlar da yer zərfləridir. Kəmiyyət zərfləri, ikinci adı isə miqdar zərfləri hərəkətin miqdarını bildirir. Xeyli danışdı. Çox, məsəl üçün, çox işlədi. Az danışdı, az güldü. Bax, bunlar miqdar zərfləridir. Siz miqdar zərflərini, məsələn, az adam kimi, burada az sözünü, bir də var çox getdi və yaxud da az getdi. Əgər feilin qarşısında gəlib, feili izah eləyərsə, bax, bu məqama diqqət edin, zərflikdir. İsmin qarşısında gəlib, ismi izah eləyərsə əşyanı, burada artıq saydı, yəni təyindir. Bax, buna diqqət edin. Azdır, çoxdur, xeylidir, birazdır, bir qədərdir. Bu tipli sözlər həm təyin ola bilər, həm zərfli ola bilər. Əgər hərəkətin qarşısında gəlib, hərəkətin miqdarını bildirirsə, zərflikdir. Amma ismin qarşısında gəlib, ismin miqdarını bildirirsə, təyindir. Sonra gəlirəm səbəb və məqsəd zərfliklərinə. Bəzi kitablarda bunu bütöv şəkildə verirlər, səbəb, məqsəd. Yəni, ona görə deyirik, zərfliyin 5 növü var. Bəzilərində isə ayrılır, səbəbi 1 verirlər, məqsədi 1 verirlər. Səbəb, məqsəd zərflikləri nədir? Səbəb zərfliyi nədir? Hərəkətin baş verdiyi səbəbi bildirir. Məsəl üçün, deyirəm ki, işıqlar söndüyünə görə dərsimi oxuya bilməmişdim. Dərsimi oxuya bilməməyimə səbəb nədir? İşıqlar sönüb. Nə bilim, qılçam qırıldığına görə dərsə gedə bilmədim. Səbəbi var da. Düzdürmü? Məsələn, deyirsiniz ki, bugün evdə olmayacağım, müəllim. Ona görə dərsə qoşula bilməyəcəm. Səbəb. Məqsəd zərflikləri isə qarşınızda duran məqsədlərdir. Məsələn, indi məqsədiniz nədir sizin bu dərsdə iştirak etməyinizə? KSG-dən, BSG-dən yüksək nəticə almaqda. Deyirsən ki, məsələn, KSG-dən yüksək nəticə toplamaq üçün dərslərə qoşuluram. Nə məqsədlə qoşuluram? KSG-də yüksək nəticə. Məsələn, ali məktəbə qəbul olmaq üçün gecə-gündüz çalışıram. Nə məqsədlə çalışırsan gecə-gündüz? Ali məktəbə qəbul olmaq üçün. Səbəb zərfliyi nə üçün, nə səbəbə suallarına cavab verir. Məqsəd zərfliyi də nə məqsədlə suallarından birinə cavab verir. Aydın oldu? Bu
belə. İndi mən